İran tərəfi indiki halda sülh danışıqlarının hazır olduğunu bildirib, amma qarşılığında bir məsələni də qoyub ki, buna biz gedirik, amma bizim təhlükəsizliyimizə təminat verilməlidir və İsrail İrana qarşı hərbi əməliyyatı dayandırmalıdır. Ancaq məsələ ondadır ki, ABŞ deyir ki, bunu müharibə başlanana qədər etmək lazım idi. Müharibə başlandıqdan sonra bunu artıq deməyə mənası yoxdur və sanki bir inamsızlıq, bir etimadsızlıq mühit formalaşıb. Və hesab edirlər ki, İran bunu düşdüyü situasiyanın təsiri altında edir. Amma əslində ki, İran birinci imkan tapıb, tutaq ki, onun əgər Forsdakı hərbi obyekti, nüvə obyekti sağ qalarsa, dağlıq ərazidə, yerin altında, bundan sonra zənginləşmə prosesi daha sürətlə gedə bilər. Bu kimi inamsızlıq var. Və İran həmişə deyir ki, bəli, biz artıq sülhə hazırıq, danışıqlara gedək və 2015-ci ildə imzalanmış həmin o nüvə sazişinə bənzər ondan da daha kəskin, daha ciddi bir sənəd imzalayaq. Amma qarşılığında təhlükəsizliyimizə təminat, o təminat verilmir. Və hesab edilir ki, indiki halda o təminatdan söhbət gedə bilməz. Artıq gecdi, qatar gedib kimi yanaşma. Bir də axı fikir verin, müharibə başlayana qədər Netanyahu hökuməti yalnız nüvə obyektlərinin məhvindən söhbət edirdisə, indi artıq ballistik raketlər istehsal edən, çünki hədəf həmin o silahlardan istifadə etməklədir. POA istehsal edən zavodlar məhv edilməlidir. Və fikir verirsə, iştirak diş altındadır. Və bu ikisi həll olunduqdan sonra avtomatik üçüncü məsələ çıxır ki, bu rejimin özünə devrilməsi məsələsi gündəmə gəlir ki, xüsusilə də rəsmi Təl-Əviv güman eləyir ki, onlar mövqeyi belədir ki, bax bu bombardmanlar nəticəsində İranın elitasının yüksək vəzifəli şəxslərinin məhvi fonunda, siz belə yaxşı dediniz, qərargah rəisi bir neçə gün bundan qabaq öldürülmüşdü, yerinə qoyulan da artıq öldürülüb. Və belə olan İranın dövlət televiziyası vurulub, dağılıldı. Sonra İranın simvolu var, Azadlıq meydanı deyirlər. Azadlıq meydanı bütün ətrafı dağıdılıb, o simvol idi. Məsələ burasındadır ki, o İran qonşulara müəyyən təhdidlər edən, gür yuruldu. Yəni İran bugün susub sanki özünü müdafiə eləmək, o təhlükəsizliyi demək olar ki, sıfırın altında olub bunun. Əgər evinin içində generalı öldürülürsə, evinin içində bunun nüvə alimləri öldürülürsə, demək bu ölkənin heç təhlükəsizliyi ümumiyyətlə təmin olunmayıbmış. Və eyni zamanda mətbuat yazır ki, İranın öz ərazisində, qumluq, səhralıq ərazilərdə hətta İsrail tərəfi POA istehsal edən sexlər yarada bilib. Bəli. Sonra İranın nüvə sahəsində çalışan məşhur alimlərinin hər birinin koordinatları dəqiq məlum olub. Onların necə qətlə yetirilirlər, necə İranın yüksək rütbəli generalları öz evlərində məhv edilir. Yəni necə dəqiq nöqtə zərbələr həyata keçirilir. Sanki bütün İranın strateji obyektlərinin hamısının xəritəsi və adamların koordinatları hamısı əldə olub və dəqiq nöqtə zərbələrlə bunlar hamısı həyata keçirilir.